Salam əziz dinləyicilər. Bugün mən sizə əlavə video çəkəcəm. Mən sizə həmişə çıxışlarımda demişəm ki, kommentdə kimin mənə sualı var, həmin sual əsasında da mən deməli əlavə video çəkirəm. Məsələn, Əşrəf xanım məni dinləyənlərdən biridir. Əşrəf xanım mənə xahiş eləmişdi ki, deyirlər ki, İmam Mehdi sahibə zaman zuhur edib. Bu həqiqətdirmi? Bu haqda da mən sirli qüvvəmlə birlikdə bu haqda informasiya verdim, insanlara anlattım ki, nə isə Peyğəmbər zuhur edib, nə də İmam Mehdi sahibə zaman. Onların zuhuruna hələ çox var. Bu haqda mən deməli fikirlər söyləmişdim. İndi isə adı məlum deyil, ancaq yazılır Haqq Yolu X1K. Bu kanalın deməli yiyəsi mi deyək, bu kanalın deyək ki, kanalını, yəni bu adla müraciət edir mənə. Yəni burada öz adı yoxdur və orada da yazılıb ki, kommentdə yazılıbdır, Haqqın Yolu demək X1K. Yəni bu şəxsin adı məlumdur və bu kanal sahibi məndən xahiş edib ki, mütləq sıfır haqqında məlumat verim və mütləq sıfır haqqında bir fikir söyləyib, o fikrə də mən öz münasibətimi bildirəcəm və bir də mənə yazır ki, sizin keçdiyiniz dərslər, mən qulaq asıram sizin dərslərə. Mən həmən insana üzümü tutub deyirəm ki, mən dərs keçmirəm, mən videolar çəkirəm. Çünki təsəvvür edin ki, mənim videomu baxanlar içərisində ali savadlar da var, alimlər də var, universitet müəllimləri də var. Yəni, mən necə ola bilər ki, universitet müəllimləri dərs keçim? Bu bir növ onlara hörmətsizlikdir. Və siz indi öz fikrinizi bildirirsiniz ki, sizin dərslərə qulaq asıram, mən dərs keçmirəm. Yəni, mən sirli qüvvədən informasiya alıram və dinləyicilərimə çatdırıram. Və mənim verdiyim informasiyalarda 8 milyon içində gələn mən insanam ki, mənim informasiyam heç arada yoxdur, nə sosial şəbəkələrdə, nə də hər hansı bir oyanışı insan deyə bilməz ki, bu fikirləri mən də bilirəm. Çünki mənim sirli qüvvəm elə informasiyalar verir ki, bu informasiyalar nəinki insanlara, elmə də məlum deyil və bu sirləri yiyəsi mənəm. Mən sirli qüvvənin köməyi ilə insanlara məlum olan informasiyalar, məlumatlar haqqında sizə məlumat verirəm. Ona görə də Haqqın Yolu X1K-da yəni ona demək istəyirəm ki, mən heç kəsə dərs keçmirəm. Çünki desəm ki, mən kiməsə dərs keçirəm, onda bu universitet müəllimlərinə, alimlərin xətrinə dəyər. Və mən də onların bir növ deyək ki, onlara qarşı hörmətsizlik etməyə ixtiyarım yoxdur. Yenə deyirəm ki, mən dərs keçmirəm, mən sirli qüvvədən aldığım informasiyaları bəşərə çatdırıram. Hansı ki, onlar insanlara məlum deyil. Yəni bu dərs məsələsini qurtardıq, yəni ki,
İndi keçək bu haqqın yolu K1 X1 K deyir ki, mütləq sıfır maddi aləmdən mənəvi aləmə keçid mərhələsidir. Bəli, mən sizin fikrinizə çox razıyam. Fikrinizi qəbul edirəm və doğru buyurursunuz ki, mütləq sıfır maddi aləmdən mənəvi aləmə bir keçid qapısıdır və sizin fikrinizi belə deyək 100% dəstəkləyirəm və sonra siz qeyd edirsiniz ki, siz mütləq sıfır haqqında öz fikirlərinizi əlavə nə fikirlər deyə bilərsiniz. Mən əlavə fikirləri deməyi elə özümün mütləq sıfır əsərimdə mütləq sıfır haqqında geniş informasiyaları vermişəm və bu haqqın yolu X1K-nın xahişini nəzərə alaraq yenidən mütləq sıfır termin haqqında geniş informasiyalar verəcəm və yəqin ki, mən verdim bu informasiyalar mənə dinləyən həmin o insanın yəqin ki, təmin edəcək. Yəni, verdiyim informasiyalar onu təmin edəcək. İndi isə mən mütləq sıfır əsərimdən mütləq sıfır haqqında yazdığım fikirləri dinləyicilərin nəzərinizə çatdırıram və burada ilk öncə mən bilirsiniz ki, bu əsəri mənə Sirli Qüvvəm yazdırıb və Sirli Qüvvənin köməyi ilə bu əsər ərşiyə çatıbdır. İndi xahiş edirəm ki, bu haqqın yolu X1K kanalın sahibi və başqa dinləyicilər qulaq asın. Mütləq sıfır kodlaşmış şriftin açarıdır. Mütləq sıfır mental şuur dairəsinin bir növ beyinlə əlaqəsidir. Orta şuur dairələri yalnız mübadilə yolu ilə informasiyalar həyata keçirir. Hər bir canlının beyin deyilən aparatı var. Bu aparatlar həm siqnalları qəbul edir, həm də ötürür. Beyin aparatı insan yatan zaman dayanır. Bir şəxs yuxuda röya görərsə, onun ruhun aparatı mental şuur dairəsi ilə mübadilə etməyə başlayır. Bu müvəqqəti əlaqələr çox zaman yaddaşda fiksiya olunmur. Çünki onun beyin aparatı ilə əlaqəsi bir növ deyək ki, onun beyin aparatı ilə deyək ki, aparatı ilə onun əlaqəsi olmur. Yəni, yaddaşın beyin aparatı ilə əlaqəsi olmur. Yuxuların çoxu adamın yaddaşında qalmır. Ruhun aldığı informasiyaları qəlb qəbul edərkən beyni ötürür, onun yaddaşına köçürülür. Nəticədə insan yuxudan ayılanan sonra yalnız sonuncu röyanı, yəni yuxunu yadına salır. İnsanla əlaqəli mental şuur dairələri mən 3 qrupa bölmüşəm. İbtidai 10, orta 100 və yüksək minlik mental şuur dairələri. Orta şuur dairələri bütün insanlarla təmasda olur. Yüksək şuur dairələri kamil, yüksək əqlə malik ziyalılara xasdır. Hər bir şəxs
həmişə mütləq sıfır yaradır. Mütləq sıfır ilə zamanın bir ölçüsündən başqa bir ölçüsünə keçmək olar. Fərd ildən, aydan, gündən, saatdan, dəqiqədən, saniyədən ana keçməyə bacarsa, mütləq sıfırı əldə edəcək. Ürək döyüntüləri bir anlıq ürək klapanlarının açılması və ötürülməsi deməkdir. Yəni klapanın açılması və örtülməsi. Ürək klapanının açılması və örtülməsi arasında bir anlıq fasilə olur. İnsan həm bir anlıq həm yaşayır, həm də yaşamır. Ağciyərlərin oksigen alıb verməsi arasında da bir anlıq fasilə olur. Bu fasilələr anla ölçülür və mütləq sıfır adlanır. Beyin hüceyrələri mental şuur dəlini qəbul edərkən ya ötürərkən bir anlıq vaxt sərf olunur. Deməli, kainatda bütün canlılar həm yaşayır, həm də yaşamır. İndi bu mütləq sıfırı əldə etmək üçün insanlar nə etməlidir? Birinci, maddi nemətlərdən uzaq olmalı. Yəni, bayaq deməli, yoldaş ki, mənə sual verib, deyək ki, mütləq sıfır maddi aləmdən mənəvi aləmə keçid qapısıdır, keçid mərhələsidir. Bu həmən fikirdir. Yəni, birinci, maddi nemətlərdən uzaq olmalıdır. Yəni, mütləq sıfır əldə etmək istəyən hər hansı bir insan. İkinci, mənəvi nemətlərə üstünlük verməlidir. Üçüncü, ruhun cismi bədəndən sərbəst çıxması və daxil olmasına şərait yaratmalıdır. Dördüncü, ruhla şuur dairəsinin əlaqəsini yaratmalıdır. Beşinci, bədəndə enerji balansını nizamlamalıdır. Altıncı, ruhu mənəvi qida ilə təmin etməlidir. Yedinci, cismi bədəni qorumağı bacarmalıdır. Səkizinci, ruhun enerji qüdrətindən istifadə etməlidir. 10-cu, mental şuur dairəsinin 3 ölçü sistemindən kənara çıxarıb 0 ölçülü sistemə daxil etməklə, 0 ölçü sistemini daxil etməklə bu ölçülə əlaqə yaratmalıdır. Nəhayət sonuncu 11-ci, 0 ölçülü sistemin qurulması vacib şərtdir. Bax, məhz mütləq sıfırı əldə etmək üçün bu şərtlər əsas amil kimi hesab olunur. Yəni, bu şərtləri yerinə yetirən hər bir insan mütləq sıfırı əldə edə bilər. Biz dedik ki, mütləq sıfırı əldə etmək üçün ilk növbədə maddi nemətlərdən uzaq olmalıyıq. Ruh, fiziki bədəni yaşadan maye qanın sürətini nizamlayır. Ona görə də hər hansı bir orqanın sıradan çıxması qarşısında aciz qalır, ancaq onu yaşadır. Sıradan çıxmış orqan tam məhv olana dək qan dövranını nizamlamağa çalışır. Belə bir ifadə var, sağlam bədəndə sağlam ruh var. Bu kəlamda böyük həqiqət var. Həqiqətən də orqanizmin bütün üzvləri normal fəaliyyət göstərəndə onun ruhu da ürək damar sistemində qanın təzyiqini asanlıqla nizamlayır. Əgər insanın qaraciyərində nasazlıq olarsa, yəni onun fəaliyyətində pozğunluq yaranarsa, bu zaman ürək klapanlarına keçən qanın təzyiqi sürətlənir. Klapanlar arası qəfəsdə yaşayan ruh bunu hiss edir və o qanın tərkibində informasiya daşıyıcısı olan neyronlara informasiya ötürür. Hansı orqanda fəaliyyət pozğunluğu varsa, onun yerini müəyyənləşdirir. Qaraciyərə daxil olan neyron qanın sürətinə mane olan səlləri görüb, informasiya toplayıb, geri qayıdaraq
ruha məlumat verir. Qaraciyərdə baş verən xəstəliyi aşkar edib, informasiyanı ürəkdən beyinə ötürür. Beyin hüceyrələri həyəcanlanaraq siqnalları bütün orqanizmlər üzrə sinir xəttlərinə ötürür. Verilən siqnallar qaraciyərə toplanaraq orada virusları həyəcanlandırır. Həyəcanlanmış viruslar qaraciyərdə xəstəliyi bürüzə verən ağrılar yaradırlar. Ağrılar bütün sinir sisteminə yayılır. İnsan bu yolla qaraciyərdə xəstəlik və pozuntu olduğunu dərk edir. Müalicə üsulu ilə lazımi dərmanlar qəbul edən şəxs öz sağlamlığını qorumağa başlayır. Dərman orqanizmə daxil olan zaman bütün bədəndə hərəkət edir. Nəhayət qaraciyərə yetişən zaman öz düşmənləri ilə görüşür və onları, yəni viruslarla görüşür və onları məhv edir. Beləliklə qaraciyərdə baş verən xəstəliyin qarşısı alınır. İnsanda xəstəliyin baş verməsinə səbəb nədir? Belə bir sual meydana çıxır. İlk növbədə maddi nemətlərin düzgün qəbul edilməməsi ilə insan öz orqanizmi funksiyalarını pozur. Qida məhsullarının qəbulu lazımi normada olmalıdır. Cismi bədən inkişafı naminə süd məhsulları daha çox qəbul edilməlidir. Təbii bal orqanizmin enerji balansını nizamlayan amillərdən biridir. Hər bir insan mənəvi nemətlərə üstünlük verməlidir. Əlbəttə ki, mütləq sıfırın əldə etmənin əsas amillərin biri də mənəvi nemətdir. Bunun üçün fərd kamil şüura malik olmalıdır ki, və bu məqsəddən çıxsın, yəni mütləq sıfır əldə etsin. İlk əvvəl ədəb bədii kitabları mütaliə etməlidir. Elmin maraqlı sahələri ilə tanış olmalı, lazımi məlumatlar toplanmalıdır. Mənəvi gözəlliyi tərənnüm etmək üçün estetik gözəlliyə riayət etməlidir. Əxlaq qaydaları çərçivəsində məsuliyyətli olmağı bacarmalıdır. Mənəvi əxlaq qaydalarını mənimsəməli, özünü cəmiyyətdə aparmaq qaydasını bilməlidir. Mənəviyyəti yüksək olan insanlar aqil ziyarı hesab edilir. Aqillər həyatın mənasını anlayır, dövlət qanunlarına hörmət edir, təfəkkür dairəsində həqiqətin carçısı olur. Həyatda baş verən hadisələr real yanaşır, haqsızlığa insan ləyaqətin tapdalanmasına öz etirazını bildirir. İnsan hüquqlarını pozan yaramazlara qarşı barışmaz olur. Hər bir vətənpərvər öz torpağını, öz vətəni sevməlidir. Vətəni sevən vətən oğlu sayılır. Var dövlət, təbii sərvətlər xalqındır. Öz xalqına naxələf çıxan kör qalar. Öz xalqına naxələf çıxan kör qalar. Xalqın qanını soranlar, mal-dövlət yağanlar gec-tez millət qarşısında cavab verəcəklər. Dövlət qanunu nəzarət edənlər qanuna hörmət etmirsə, o dövlətdə qanun işləməyəcək. Haqsızlıq başa alıb gedəcək. Bütün ölkəni korrupsiya, rüşvətxorluq bürüyəcək. Ahali yoxsullaşacaq. İnsan ləyaqəti tapdalanacaq. Pozğunluq, əxlaqsızlıq tüğyan edəcək. Ləyaqətdən və mənəviyyatdan heç bir əsər qalmayacaq. Dövlət rəhbərliyinə qabiliyyətli kadrlar seçilməlidir. Dövlət rəhbəri dövlət qanunlarının alinə hörmət və ona riayət etməlidir. Vətənpərvərlik mövzusunda televiziya və radio vasitəsilə təbliğat aparılmalıdır. Mənəvi nemətlər borunu yaratmaq üçün
xalqın maddi rifahı yüksəldilməlidir. Əhali üçün iş yeri açılmalı, işsizlik aradan qaldırılmalıdır. İşdən sonra istirahət saatlarını mənəvi keçirmək üçün teatr, konsert və kino daxil olmaqla bütün mənəviyyat ocaqları fəaliyyət göstərməlidir. İstirahət zonaları yaradılmalı, parklar salınmalıdır. Xalq maddi və mənəvi boruqlar içərisində yaşamalıdır. Elmi sahə inkişafına xüsusi fikir verilməlidir. Alimlərə, müəllimlərə, həkimlərə xüsusi hörmət və qayğı göstərilməlidir. Bilik əsas meyar olmalıdır. Bütün yuxarıda deyilənləri həyata keçirilsə, o ölkə yüksək mənəvi zənginliyə malik olacaq. Ölkənin əhalisi isə ən yüksək kamillik zirvəsinə çatmaq üçün öz mental şuur dərəsini gündən-günə genişləndirəcək, əql və zəkanı hər şeydən üstün tutacaq. Mütləq sıfır əldə etmək üçün möminin qəlbi mental şuur dairəsi ilə əlaqə yaratmalıdır. Qəlb qan damar sistemini tənzimləyir və idarə edir. Qan damar sistemi mərkəzi orqanı ürək adlanır. Ürək 4 kameradan ibarətdir. Bu kameranın ikisi qulaqçı, ikisi mədəci adlanır. Ürək döş boşluğunda asimetrik vəziyyətdə çəp istiqamətdə yerləşir. Ürəyin mədəcikləri arasında boşluq mövcuddur. Məhz həmin boşluqda insan ruhu yaşayır. Ruh mərkəzi sinir sistemindən gələn siqnalları qəbul edir. Alınmış siqnalın cavabları beyin hüceyrələrinə ötürülür. Siqnallar müxtəlif istiqamətli olduğundan verilən cavablar düz və ya da səhv ola bilər. Ruh instinkti siqnalları alır. İnstinkt siqnallar orqanizmin daxili proseslərinin məhsuludur. Orqanizmi təşkil edən bütün orqanlar bir-birlə instinkt siqnallarla əlaqə yaradır. Belə proseslər şərti reflekslərin yaranması ilə həyata keçirilir. Şərti reflekslər mərkəzi sinir sisteminin məhsuludur. Mərkəzi sinir sistemi sinir hüceyrələri, neyronlar və onların çıxıntılarının məcmusundan ibarətdir. Mərkəzi sinir sistemi şöbələri onurğa beynindən və beyincikdən ibarət olmaqla ayrı-ayrı orqan sistemlərinin fəaliyyətini tənzimləyir. Mərkəzi sinir sisteminin əsas şöbəsi isə beyindir. Beyin sinir sistemi ilə xarici mühit arasında əlaqə yaradır. Reflekslər iki yerə bölünür. Şərti və şərtsiz. Yəni, şərtsiz deyəndə bunlar anadan gəlmə reflekslərdir. Beyin yarımkürələrinin qabının refleksləri anadan gəlmə deyil, insan orqanizminin təkamülü prosesi zamanı yaranır. Bu cür reflekslər şərti reflekslər adlanır. Həyat prosesinin əsas yaranan şərti reflekslər müvəqqəti xarakter daşıyır. Şərti reflekslər beyin qabığı və qabıqaltı törəmələrlə həyata keçirilir. Şərti reflekslər orqanizmin daimə dəyişməkdə olan xarici mühitə uyğunlaşmasında iştirak edir. Havanın isti olması orqanizmin tərləməsinə səbəb olur. Şərti reflekslər tərləmənin qarşısını almaq üçün insan qarşısında müəyyən vəzifələr qoyur. Yay mövzusuna uyğun paltar geyməklə tərləmənin qarşısı alınır. Əgər hava soyuq olarsa, əksinə qalın paltar geyməklə orqanizmin soyuqdan donmasının qarşısı alınmaqla öz orqanizmini xarici mühitlə uyğunlaşdırır. Orqanizm xarici və daxili mühitində baş verən qıcıqlanmalara qarşı verdiyi cavab reaksiyaları refleks adlanır. Anadan gəlmə reflekslərə göz qırpma,
bəbək və sair refleks əmsal göstərmək olar. Xarici və daxili mühitin təsirindən orqanizmdə qıcıqlanmalar baş verir. Həmin qıcıqlanmaları reseptorlar qəbul edir. Orqanizmin xarici və daxili mühitdən qıcıqları qəbul edən və informasiyaları sinir sisteminə ötürən xüsusi hissi törəmələrinə reseptorlar deyilir. Siqnalları qəbul edən reseptorlarla oyanma baş verir. Oyanma və yaxud da siqnal aferent sinir keçiriciləri ilə beyinə ötürülür. Beyində oyanma aferent neyronundan eferent neyrona verilir. Eferent neyron isə siqnalları başqa orqanlara ötürür. Reseptorlar qəlbdən gələn siqnalları da qəbul edirlər. Ruhla mental şuur dairəsinin əlaqəsi neyronlar vasitəsilə həyata keçirilir. Ruh neyronlardan informasiya alır, onu analiz edir, həllini tapır və neyronlar vasitəsilə yenidən beyinə ötürülür. Qan dövran etməklə neyronların sabit hərəkətini təmin edir. Siqnal qəbul edən reseptorlar ekstrareseptorlara və interreseptorlara bölünür. Ekstrareseptorlar insan bədəninin xarici səthində yerləşən xarici mühitdən qıcıqları qəbul edir. Onlar xaricdən səsi qəbul edərək qulaq orqanına ötürürlər. Əlbəttə, bütün qıcıqlanmalar beyindən keçir. Beyin siqnalları süzgəcdən keçirir. Orqanizmə lazım olanları qəbul edir. Lazım olmayan informasiyaları isə beyin kənarlaşdırır. Ekstrareseptorlar işığı göz orqanına, istini düyüm orqanına ötürür. Alınan siqnallara göz və düyüm orqanları əks təsir göstərir. Interreseptorlar müxtəlif toxuma və daxili orqanlarda fəaliyyət göstərir. Onlar daxili orqanların fəaliyyəti haqqında siqnalları qəbul edirlər. Hər bir daxili orqanda interreseptorlar mövcuddur. Ürəkdə yerləşən interreseptorlar birbaşa qəlblə əlaqədardır. İstənilən orqanın fəaliyyətində pozğunluq yaranarsa, orada mövcud olan interreseptorlar həyəcan siqnalları qəbul edir. Siqnalı aferent neyrona ötürür, o isə eferent neyrona təhvil verir. Eferent neyron isə qan ilə hərəkət edərək onu ürəkdə yerləşən interreseptora təhvil verir və qəlb həmin informasiyanı qəbul edərək beyinə ötürür. Beyin ritmi funksiyanı xəstələnmiş orqanın bərpası üçün insana xəbərdarlıq edir. Şərti refleksin köməyi ilə adam nasaz olan orqanı hiss edir və onun müalicəsi üçün tədbirlər görür. Həkimə müraciət etməklə orqan bərpası üçün lazımi müalicə üsullarını həyata keçirir. Reseptorlar monomodal və polimodal reseptorlara bölünür. Monomodal reseptorlar bir növdən ibarət canlıları qəbul edir. Bu reseptorlar ya mexaniki ya da kimyəvi təsirləri beyinə ötürürlər. Polimodal reseptorlar müxtəlif qıcıqlanmalara cavab verir. Eyni zamanda həm kimyəvi, həm də mexaniki, yaxud da həm mexaniki və temperaturun təsirlərini birdən qəbul edirlər. Məsafə reseptorlar görmə, eşitmə, qoxu funksiyalarını yerinə yetirirlər. Farmakoloji reseptorlar effektor hüceyrənin membranında yerləşir. Sinir sistem təsiri bu reseptorlarla həyata keçirilir. Alfa adrenoreseptorların oyanması damarların büzülməsinə, arterial təzyiqin yüklənməsinə, bəbəyin genəlməsinə və s. səbəb olur. Beta adrenoreseptorların oyanması qanda şəkərin artması, fermentlərin fəallaşması, damarların genəlməsi və s. baş verir.
Hüceyrələr birləşərək toxum əmələ gətirir. Mənşəyi, quruluşu və funksiyalarına görə oxşar olan hüceyrə sistemi toxum adlanır. Toxumaların orqanın fəaliyyətində böyük rol vardır. Belə ki, qanla qana oksigen mənimsəyir, su əmələ gəlir və karbon qazı xaric olur. Qanda molekullər oksigenə davamlı maddələr oksigenləşir. Limfa sistemində dövr edən maye limfa adlanır. Orqanizm ac olanda limfa şəffaf, qida qəbulundan sonra süd kimi qeyri-adi şəffaf olur. Limfada zilalların miqdarı 3%-dir. Limfada limfositlər, az miqdarda eritrositlər olan qan hüceyrələri var. Limfa sistemi limfanı toxuma və orqanlardan yığan, onu insanın vena sisteminə aparan kapilyarları və digər damarların məcmusundan ibarət. Limfa sistemi toxumada qan damar kapilyarlarında süzülən mayenin qan damar sisteminə qaytarır. Bağırsaqda soğulan qida maddələrini qana keçirir. Bütün bu proseslər daxili qıcıqlanmalar əsasında həyata keçirilir. Hər bir orqan öz funksiyasını siqnallar əsasında yerinə yetirir. Hər bir orqan öz burada eyni zamanda hər bir orqan siqnalların qəbul ötürülməsi ilə ruh bütün orqan fəaliyyəti nəzarət edir. Onların ritmik işlənməsini təmin edir. İnsan orqanizmində enerji balansı təmin edilməlidir. Hər bir canın özünün bioenerji sahəsi vardır. Bioenerji sahəsi insanın mərkəz nöqtəsindən 20 sm qədər olan məsafəni dairə boyu aid edir. Buna insan aurası da deyirlər. Həmin enerji canlını xarici mühitdən qoruyur. Müxtəlif xəstəliklərə müqavimət göstərənlər sağlam hesab edilir. Onların enerji sahəsinin radiusu 20 sm məsafəsində nizamlanır. Zəif orqanizm malik olanlar get-gedə öz enerji sahələrini kiçildir, xarici mühitin təsir dairəsi güclənir. Bioenerji dairəsinin kiçilməsi insanın orqanizmi daha çox müqavimət göstərir. Xarici mühitin amillərin təsiri orqanizmi sıxılmağa başlayır. Müqavimət qüvvəsi gücləndikcə insan artıq enerji sərf edir. Orqanizmin bioenerji itirməsi ilə o zəifləyir, mikrob və virusların fiziki bədənə daxil olmasını asanlaşdırır. Əsas enerji istehsal edən orqan adamın xarici örtüyüdür. Fiziki bədən xarici örtüyü dəri adlanır. Dərinin quruluşu elə bir formadır ki, xarici mühitlə canlının daxili mühit arasında bir siper rolunu oynayır. Daxili enerji hər hansı bir insan fiziki bədən fəaliyyəti üçün sərf olunan enerji toplantısı nəzərdə tutulur. Orqanizmin daxili funksiyalarını nizamlayan enerji bir növ iki cür olur. Müqavimət qüvvəsi yaradan enerji qan vasitəsilə həyata keçirilir. Maddi nemətlər qəbul edən adam qida borusu vasitəsilə mədəyə ötürür. Mədə şirəsinin köməyi ilə qida məhsulları həzm olunaraq yoğun bağırsağa verilir. Yoğun bağırsaqdan qida məhsulları nazik bağırsağa keçir. Nazik bağırsaqda maddələr soğularaq qana və limfaya ötürülür. Qanda hərəkət edən neyronların bəziləri enerji daşıyıcıları kimi hesab olunur. Qida maddələri kalori isə qanda böyük enerji yaradır. Neyronlar həmin enerjini qəbul edir. Enerjiyə malik olan ATFlər tərəfindən tutulur. ATFlər neyronların enerjisini alıb böyük enerjiyə ehtiyac yaradır. Enerji ATFdən DNT-yə ötürülür. DNT bütün daxili orqanları enerji ilə təmin edir. Enerji daşınması RNT nəqliyyat ribonukleinin tuşlu vasitəsilə həyata keçirilir.
Daxili enerji bütün daxili orqanın funksiyalarını nizamlayır. İnsan orqanı temperatura olan təsiri də enerji ilə, daha doğrusu daxili enerji ilə tənzimlənir. Daxili insanda yaratdığı müqavimət qüvvəsi ilə bütün təsirləri dəf edə bilir. Deməli, bədəndə enerji balansının nizamlaması ilə daxili və xarici orqanların normal fəaliyyətinə şərait yaranır. Hər bir insan öz bədənini qorumalıdır. İnsan şuur, ruh və cismi bədəndən ibarətdir. Mental şuur da ruh müstəqil olduğundan onlar asanlıqla yerin cazibə qüvvəsini dərk edə bilirlər. Canlı cisim bədəni isə təbiətlə bağlı olduğundan yerin təsir dairəsində olur. Onun fiziki bədənin 99,9% torpaq və su təşkil edir. Ona görə də təbiət qoynunda bəslənən canlı təbiət qüvvələrinin ayətəsində olur. Fərd öz bədənin ilk növbədə xarici mühitdən qorumalıdır. Orqanizm daxili orqan funksiyasını pozmağa çalışan viruslar və mikroblar xarici mühitdən şəxsin fiziki bədəninə daxil olmaq istərlər. Hər bir kəsin maddi nemətləri yararlı hesab edildikdən sonra qəbul etməlidir. Gigiyenik qaydalarına riayət etməlidir. Xarici mühitin yetişdirdiyi bütün ərzaq məhsullarını sanitariya normalarına cavab verməsini dəqiqləşdirdikdən sonra istifadə etməlidir. Orqanizmi xəstələndirən əsas amillərdən biri də hava şəraitinin tez-tez dəyişməsidir. Canlı özünü soyuqdan və istidən qorunmalıdır. Fiziki bədənin xəstəlik verən əsas amillərdən biri də temperaturdur. Hər hansı bir orqanı soyuğu verən şəxsdə maddələr mübadiləsi pozulur və onun sağlamlığına xələl gətirir. Əziz dinləyicilərim, mən sizə dedim ki, bu mütləq sıfırı əldə etmək üçün insanlar müəyyən amilləri həyata keçirməlidir. Dedim ki, maddi nemətlərdən uzaq olmalıdır və o mənə sual verən haqq yolu X1K sahibi də elə bu deyir ki, insan maddi aləmdən mənəvi aləmə keçməlidir. Əlbəttə ki, maddi nemətlərdən mənəvi aləmə keçmək də elə birinci amildən ibarət asıldır. Yəni, maddi nemətlərdən insan get-gedə uzaqlaşmalıdır. Və ikinci də insan mənəvi nemətlərə üstünlük verməlidir. Yəni, bu haqqın yolu X1K-nın yəni ki, fikri ilə tam razıyam və eyni zamanda mən əlavə etdim ki, eyni zamanda mütləq sıfır əldə etmək üçün insanın ruhu cismi bədəndən sərbəst çıxmalıdır və sərbəst insanın cisminə daxil olmalıdır. Sonra insan ruhu mental şuur dairəsindən əlaqə yaratmalıdır. Yəni, bunlar vacib şərtlərdir. Sonra insan daxili enerji nizamlanmalıdır. Bütün bu amillər haqqında mən sizə geniş izahat verdim. Yəni, insanın maddi nemətlər haqqında da, mənəvi nemətlər haqqında da, ruhun cismdən sərbəst çıxması, daxil olması haqqında da, ruhla mental şuur dairəsi əlaqəsi haqqında da məlumat verdim. Eyni zamanda bədəndə enerji balansı nizamlamasından danışdım. İnsan ruhu mənəvi qida ilə təmin olmalıdır. Vaxtı danışdım. Yəni, geniş izahat verdim. Və insan bir də mental şuur dairəsindən kənara çıxıb sıfır ölçülü sistemə keçməlidir. Və insan əgər sıfır ölçülü sistemi qura bilsə, o mütləq sıfırı əldə edə bilər. Mən indi bu çıxışımda özümün əlavə sirli qüvvəmdən aldığım informasiyalar əsasında
deyirəm ki, o insanlar ki, mütləq sıfır əldə etmək istəyir, mütləq deməli 3 ölçü sistemindən mütləq 0 ölçü sistemə keçməlidir. Çox şükür ki, sirli qüvvəmin köməyi ilə bu sirli qüvvə deyəndə burada ümumi gedir. Çünki sirli qüvvə deyəndə burada yüksək şuurlar da nəzərə alınır, ali qüvvələr də, ilahi qüvvələr də nəzərə alınır. Və nəhayət ümumi hamısını mən sirli qüvvə kimi qəbul edirəm və hər bir yüksək şuurlar da mən nəzarətə götürdü, kamilləşdirdi. Ali qüvvələr də məni nəzarətə götürdü, kamilləşdirdi. İlahi qüvvələr də məni götürdü, kamilləşdirdi və ən sonunda da sirli qüvvə məni öz nəzarətinə götürdü. Məhz sirli qüvvənin köməyi ilə mən sıfır sistemini qurdum. Yəni ki, 3 ölçü sistemindən kənara çıxdım və sıfır sistemini qurdum. 8 milyon içində ilk insanam ki, sıfır ölçülü sistemi əldə etmişəm və bu sıfır ölçülü sistem haqqında da mən çoxlu videolar çəkmişəm, yəqin ki, qulaq asırsınız. Həmin bu sıfır ölçülü sistemi də strukturasını, quruluşunu qurdum. Əlbəttə ki, sirli qüvvənin köməyi ilə. Və buna demək istəyirəm ki, 8 milyon içində yeganə insanım ki, mütləq sıfırı əldə etmişim. Və mütləq sıfırı əldə etdiyimə görə də mən insanlara məlum olmayan sirləri açıram, hansı ki, sosial şəbəkələrdə, oyanış insanışlarında belə fikirlər səslənmir. Bu fikirləri yeganə səsləndirən mənəm. İnsanlara məlum olan informasiyaları dinləyicilərə çatdıran mənəm. Bu təkəbbürü çıxmasın, həqiqəti deyirəm mən, reallıq deyirəm ki, mənim söylədiyim fikirlər heç arada deyilməyib, heç bir dini kitablarda, elmi əsərlərdə yoxdur. Bu fikirlər yeni fikirlərdir, sirli qüvvə tərəfindən verilir və bu fikirləri mən sizə birbaşa bədahətən sizin nəzərinizə çatdırıram. Və onu da demək istəyirəm ki, mənim dedim ki, və bu bir şeyi sizin nəzərinə çatdırım ki, bayaq dedim ki, məsələn, yoldaş deyir ki, sizin dərslərə qulaq asıram, mən video çəkəndə dərs çəkmirəm və mən sirli qüvvədən alan informasiyaları insana çatdırıram. Mən universitet müəllimiyəm, mən universitetdə tələbələrə dərs deyirəm. Ancaq video çəkəndə mənim videolarım tədrisdir. Mən dinləyicilərimə dərs keçmirəm. Mən sadəcə olaraq insanlara məlum olmayan sirləri, sirli qüvvədən aldığım fikirləri, informasiyaları dinləyicilərimə çatdırıram. Mənim budur. Yəni, ola bilsin ki, həmin yoldaş yazır ki, sizin dərslərə qulaq asıram, ancaq mənim, yəni ki, yenə deyirəm ki, mənə qulaq asan universitet müəllimləri var, alimlər var. Necə, mən onlara dərs keçə bilərəm, bu düzgün çıxmır. Bu, həmin alimlərə, universitet müəllimlərə hörmətsizlikdir. Yəni, mənə abunə olanların içərisində çoxlu sayda alimlər və universitet dərs deyən müəllimlər var. Və ona da demək istəyirəm ki, həmin o kanal sahibinə, yəni ki, haqqın yolu X1K-ya demək istəyirəm ki,
dərsi mən universitetdə tələbələr keçirəm. Ancaq videoda mən dərs keçmirəm heç kəsə. Yəni sirri qüvvədən aldığım vəhləri, informasiyaları, məlumatları çatdırıram. Ona görə yəqin ki, həmin kanalın sahibi məni başa düşər, məni anlayar. Yəni mən fikrimdə heç bir belə deyək, kimsə xətrinə dəyən fikir söyləmirəm. Yəni reallığı başa salmaq istəyirəm ki, həmin kanal rəhbəri bilsin ki, mən dərsi universitetdə tələbələr keçirəm. Ancaq video çəkəndə isə bunu ziyalılardan tutmuş adi insanlara qədər olan kütlələrə bu informasiyaları çatdırıram. Bununla da mən istəyirəm bu Haqqın Yolu X1K kanalının verdiyi suala cavabım bununla tamamlanır. Və yenə deyirəm ki, komment yazan insanlar mənə müraciət edə bilərlər, mənə suallar verə bilərlər və həmin suallar əsasında da mən əlavə videolar çəkə bilərəm. Necə bugün həmin kanal sahibinin sualına cavab olaraq əlavə video çəkdim. Yəni öz videomla əlavə qərara gəlmişəm ki, kimin maraqlanan sual varsa, o suallar əsasında da əlavə videolar çəkim. Bununla da mən videomu tamamlayıram. Qulaq asmanıza görə öz minnətdarımı bildirirəm. Mənə qulaq asan dinləyicilərə, mənə bəyənmə işarəsi qoyan dinləyicilərə öz təşəkkürümü bildirirəm. Mənə bəyənmə işarəsi qoyan dinləyicilərimə ailə saadəti, xoşbəxtlik, ruzu bərəkət diləyirəm. Arzu edirəm ki, heç bir kəsin problemi olmasın, bu həyatda fikir çəkməsin və maddi dünyadan uzaqlaşsın, mənəvi aləmi sakinləri olsun. Sağ olun, gələn görüşürüz.